Salam əziz izləyicilər. İndi Pütümünüzxanın üst qapağını çıxartdım. Tanışlıq üçün bəzi şeyləri göstərim sizə. Deməli, bax bu su kran suyunun qoşulmalı olduğu borudur. Bu isti suyun qayıtdığı borudur. İsti suya bax bura termodatçik qoyulur, bağlanır bax bura. O müəyyən temperatura çatanda o Pütümünüzxanı söndürür. Buradan isə qaz girir. Qaz girir, burada elektromexaniki klapandır bu. Bax bu sarğısıdır, bu qara sarğısıdır. Deməli 3 volt batareykadan gələn gərginlik hesabına bu açılır. Açılandan sonra qaz keçir bura. Bax bu regulyatordan keçir. Üstündə 3 dənə regulyator ki var Pütümünüzxanın. Bax bu bir qaz tənzimləyən regulyator. Bu 2 yenə qaz tənzimləyən regulyator. Bu su tənzimləyəndir. Suyun girişdən gələn su buradan girir. Bax bununla tənzimlənir. Su az vermək, çox vermək bax bu regulyatorlandır. Burada 2 qaz tənzimləyən dedim, düz dedim. Deməli burada bu açır qazı, bu tənzimləyir, bax bu regulyator. Sonra qaz keçir bura. Bu içəridə də bir dənə bax bu membranın idarə elədiyi klapan var. O klapan da açılmalıdır. Deməli bir burada açılmalıdır, bir burada. 2 yerdə açılıb bağlaması var bunun. Burada isə tənzimləmədir. Azaldıb çoxalmaq üçündür. Bax bu aşığın köməyi ilə. Burada qaz. Görürsünüz necə gəlir. Bu hissədə bax bu və bu borularla daxil olur farsunqalara. Orada ştutserlərdən keçir. Jikulyor da deyirlər bəzən ona. Maşınlarda, karbüratorda da jikulyor deyilir. Keçir ocaqlığa. Biz bunu çevirməklə, sola və sağa çevirməklə bu yarım hissəni ya hər ikisini birdən yandırmış oluruq. Burada 2 hissədən ibarətdir də. Bax bununla bölüblər. Bax məhz bax bu ki var, bu hissə. Bu 2 yerə bölübdür. Çevirəndə qış rejiminə çevirəndə bu belə fırladırıq, hər iki tərəfə axır, tam yanır. Yay rejiminə çevriləndə yarısı yanmır farsunqaların. Bu tənzimləmə də burada belə gedir. Bunlar bax bu idarə etmə bloku da deyə bilərik. İdarə etmə bloku bax bu qutunun içində yerləşib. Buradan gəlir. Deməli bu və bu qığılcım verən şamdır. Qığılcım bu şamlarla verir. Bu isə iyonlaşma şamıdır. Alovu söndürmək üçündür. Alov yanan kimi burada keçiricilik yaranır. İyonlaşır buradakı hava, içəridəki ocaqdakı hava. Alov ki əmələ gəldi, iyonlaşır. Bu keçirici olur. Bu hava təbəqəsi toku keçirir. Və siqnal gedir idarə etmə blokuna. O bilir ki artıq alov yandı, söndürür. Burada mikrikdir. Mikropereключатель. Mikrik. Vəssalam. Burada daha elə bir şey qalmadı. Elə bilirəm, hər bir şeyi aydın izah eləyə bildim. Bilmədimsə bağışlayın. Sağ olun, salamat qalın.